Ülviyə xanım, psixologiyadan danışacağıq, amma bir məsələ xüsusi olaraq maraqlıdır ki, bu gün Azərbaycanda psixoloq deyərək hamı danışır ki, mən psixoloqam və insanlarda da bir qədər bu istiqamətə etimadsızlıq da formalaşır. Amma mən bilmək istəyirəm, psixoloq kimdir? Biz tanıyaq da, kimdir psixoloq? Psixoloq əslində insanın ruhsal dünyasını və şuurunun, təfəkkürünün nə dərəcədə sağlam olduğunu müəyyən edən mütəxəssisdir. Təbii ki, psixoloqa istənilən xəstəliklə bağlı müraciət edə bilərlər, amma bütün müraciət olunan xəstəlikləri psixoloq müalicə edə bilərmi? Yox. Məsələnin bu ikinci tərəfidir. Təbii ki, diaqnostika apararaq onun hansı xəstəlikdən əziyyət çəkdiyinin tam olaraq qərarını verməkdə tam cavabdehlik daşımasa da, amma burada özünə etimaddan irəli gələrək hardasa qərar verməyə sahiblənəcək insandır. Təbii ki, burada şəxsiyyət pozuntuları var, ciddi. Biz danışırıq psixoloji pozuntudan və psixi xəstəlikdən. Bunlar ayrı-ayrı məsələlərdir. Əgər psixi xəstəliyin bir fəsadını, rüşeymini görən psixoloq birbaşa diaqnoz qoymaq üçün onu psixiatr və psixoterapevtin qəbuluna göstərişlə, məcburən bunu göndərməlidir. Çünki zəruriyyət məhz buradan başlayır ki, ona diaqnoz qoyulsun. Psixoloq qoyulacaq diaqnozların tam təsbitini verən insan deyil. O, psixiatr və psixoterapevtin qoyduğu diaqnoz üzərindən onlara uygulanan konsultasiya və seansları aparan mütəxəssisdir. Burada məsələ, yəni ki, tam olaraq aydın formada bilinməlidir. Psixoloq təbii ki, burada düşüncədə çaşqınlıq, qərarsızlıq, çarəsizlik, artıq sıxıntılar, nə edəcəyimi bilmirəm, qərarsızam. Ola bilər ki, ailə məsələləri ilə bağlı problem, sosiallaşma, qorxu, fobiya, təbii ki, bunların bütün öhdəsindən gələ biləcək insandır psixoloq. Yenə də deyirəm, ta ki, ağır xəstəlikləri göstərəcək məqama qədər, ora qədər, hansı ki, artıq burada ciddi doktorlar birbaşa bura başvurmalıdırlar, diaqnoz qoymalıdırlar, gedişatı onlar tərtib etməlidirlər. Çünki psixoloq konsultasiya və seanslar aparır. Dərman medikal müalicəni aparmır. Dərmanın yazılması və müalicənin olunması isə birbaşa psixiatr və psixoterapevtlərə söykənir. Ona görə hər zaman deyirəm ki, tək başına psixoloq yürüyə bilməz. O, bütövlükdə məhz bu həkimlərlə, nevroloq da ola bilər, psixiatr və psixoterapevtlərlə paralel çalışmalıdır.